Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları Abuzər Əl-Mühacir dini ləqəbli 2000-ci il təvəllüdlü İlqar İlhamoğlu Quliyev, Abdurrəşid dini ləqəbli 2005-ci il təvəllüdlü Aminə Elşatoğlu Piriyev və Abdurrahman Əl-Azəri dini ləqəbli 2005-ci il təvəllüdlü Elvin Sənanoğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Kanal 21 Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, adı çəkilən şəxslər IŞİD terror təşkilatının vilayəti Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsini girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 və 28,214.2.6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.